Yenicə avtomobil idarə etməyə başlayanda Əsmər, hamımızda bu hiss olur. Qabariti hiss etməkdə, yəni çətinlik çəkirik. Ələxsus da avtomobilin sağına qarşı laqeyd oluruq. Yəni, misal üçün, hal-hazırda mən əminəm, bilirəm ki, sağda kifayət qədər məsafəm var. Amma təcrübəsiz olduğum dönəmlərdə elə bilirdim ki, maşının sağı bardura sürtülür. Sən də təzə əyləşəndə, yəni indi başlayırıq da, təzə sürməyə başlayanda bu hissiyyat səndə də olacaq, bütün sürücülər kimi. Bu normaldır. Yəni, düşünəcəksən ki, ayda mən maşının sağını hiss eləmirəm. Ola bilsin, kimsə də bunu sənə dedi. Hiss eləyə bilmək üçün, qızım, zaman lazımdır. Hissiyatın formalaşması üçün çalışmaq lazımdır. Hissiyat formalaşana qədər də sənin tutunacağın bir düsturlar olmalıdır. Bax, misal üçün, yenə də deyirəm, buradan baxanda elə hiss olunur ki, maşının sağı dəyir bardura. Amma elementar bir şey, sağ güzgüdən baxanda görsəm nə qədər məsafə var. Bax, sağ güzgüyə baxaraq avtomobilin böyür məsafəsini müəyyənləşdirmək yanlışdır. Yəni, sağ güzgüyə baxaraq böyrümdə nə qədər məsafə var, bunu müəyyənləşdirməyə çalışmayacaq. Bu çox böyük yanlışdır. Çünki güzgü sənə keçmiş zamanı göstərir. Bax, arxanı göstərir. Sən isə gələcək zamana gedirsən. İndi güzgüyə baxanda gör nə boyda məsafə var böyründə, düzsün? Bax, qarşıya, maşın sağı uca bardura. Bəli. Deməli, bu yöntəm yanlışdır. Bunu nə vaxtsa kimsə ola bilər, papa, qaqaş, kimsə sənə bu bilgini verər də, kömək eləmək məqsədilə, amma yanlışdır. Bunu eləmə. Maşınımızın sağını, yəni qabariti necə hiss eləməliyik? Sənə bayaq izah etdim. Saat 9 və 3 istiqamətində tutma səbəblərimizi. Birinci səbəb o idi ki, saat 9 və 3 istiqamətində tutanda dönmə siqnalını, silgəcləri rahat istifadə edirik, düzdür? İkinci səbəb o idi ki, təhlükəsizlik yastığının qarşısını almırıq. Üçüncü səbəb o idi ki, avtomobilin sükanını, yəni rolu daha rahat çeviririk, düzü. Bunların hamısı səbəbi idi. Bir başqa səbəb isə avtomobilin qabaritini hiss etməkdir. İndi bax, qarşıda dayanmış avtomobilə. O avtomobilin düz mərkəzində, mühərrik yuvasının üzərində, kapotun üstündə görsən Mercedesin simvolu var. O simvol olmasa bəlli olmazmı ki, güya bu maşın Mercedesdir? Mercedesin Mercedes olduğu hər halindən bəllidir. Niyə o belə deyək də işarəni qoyublar kapotun üstünə? Simvol. Onu başqa sağa, sola, aşağı, yuxarıda qoya bilərdilər də, düzdürmü? Bax, əvvəllər, yəni köhnə model avtomobillərdə, qızım, sürücülərin yox idi indiki kimi 360 dərəcə kamera, zolağa nəzarət, güzgülərdə olan ölü zona və s. avtotormozlanma, yəni avtoəylə sistem yox idi bunlar. Sürücü avtomobilin qabaritini hiss eləməsi üçün istehsalçı da sürücüyə kömək olurdu. Deməli, maşının mərkəzi maşının sağıdır. Yəni, əslində maşının sağıdır da bu tərəfdə, bu ayrı məsələ. Amma sən sürücü olaraq axı çəpəndazı baxırsan. Əgər sən ortada əyləşmiş olsan, o ayrı məsələ. Sən solda əyləşmirsən, maneə isə sağındadır. Onu müəyyənləşdirmək üçün maşının mərkəzində olan həmən o simvol ki var, onu aparırıq maneənin üstü ilə. İndi bunu da tutalım ki, o simvol yoxdur. Bax, saat 9-3 istiqamətində deyəndə saat 9 və 3 istiqaməti burada. Əlimizi bax, tutduğumuz yerdən uzadanda qabağa, bax, hara gedir, çıxır? Düz maşının mərkəzinə. Maşının mərkəzində də nə var? O işarə. İndi bizim maşında həmən o işarə yoxdur. O işarə olmasa da, bax qızım, mən bura bir çubuq sancmışam şüşəsilərinin üstünə. Gördün? Ki, sizin üçün hesab götürməyə bir orient olsun da, raşot götürə bilərsiniz. Deməli, amma mən demirəm bir tək buna bax, bununla maneəni müqayisə ilə başqa yeri unut. Yox, hər tərəfə bax, ara sıra təsdiq tapmaq üçün bundan istifadə et. Deməli, maşının sağı maşının mərkəzidir, düzü? İndi bax, mən bu çubuğu aparıram, həmən o sağımda olan düz maneə nədir? Bardır. Bardırın üstünə.
və bu şəkildə bardırın üstü ilə gedir. Əgər mən birazca sükanı sola eləsəm, bax, bardırdan aralaşdı. Aralaşdısa qızım, mən yolun ortasına çıxıram, gələnin yolunda və yaxud da biraz sağa eləsəm, aha, uca keçir. Keçirsə uca deməli dəyirəm. Anladın? Yəni, bax, elə raşot götürməliyik ki, bax, bu çubuq, yəni maşının mərkəzi, sağda olan maneə nədir? Xətdir, bardırdır, artıq hər nədirsə onun üstündən sağı hiss eləməyin yolu budur. Təzə-təzə bundan istifadə edə bilərsən. Və bu çubuq da sağdakı həmən o maneənin üstündən gedəndə böyrümüzdə də bizim hərsə bir 20-25 sant məsafəmiz var.